Qardaşımız soruşur ki, ümumiyyətlə Quranda karma anlayışı varmı? Ümumiyyətlə Quran-ı Kərimdə karma sözü keçmir. Bunu bilmək lazımdır. Karma dedikdə biz nəyə başa düşürük? İnsanın düşüncələri və əməlləri nəticəsində bir qarşılıq, bir cavab. Yəni ki, həyatda təsadüf deyilən bir anlayış yoxdur və bizim bugünkü durumumuz, dünənki düşüncələrimizin, əməllərimizin nəticəsidir. Bizim sabahki durumumuz isə bugünkü əməllərimizin və düşüncələrimizin nəticəsidir. Ümumiyyətlə, ərəb dilini bilən insanlar yaxşı bilir ki, din sözünün bir neçə mənası var. Elə 14 mənasını mən bilirəm. Orada borc almaq, borc vermək, bizim gördüyümüz din, yəni bu religiya mənasında və 14 mənanın biri də qarşılıqdır. Yəni din sözünün mənalarının biri elə qarşılıq deməkdir. Yəni ki, həyatda hər bir şey qarşılıq üzərində qurulub, pozitivə pozitiv, negativə negativ, müasir dildə desək, bumerang prinsipi ümumiyyətlə kainatda işləyir. İlk öncə karma anlayışına toxunmaq istəyiriksə, gəlin bu məsələni araşdıraq. Təsadüf anlayışı varmı və Quran-ı Kərim bu barədə nə deyir? Quran modelinə görə hər şey ölçü və qədər ilə həyata keçirilir. Məsələn, 54-cü surənin 49-cu ayəsinə fikir versək, orada buyurulub ki, həqiqətən biz hər bir şeyi bir ölçü qədərlə yaratdıq. Bu ayə göstərir ki, kainatda baş verən hadisələr nizamsız və plansız deyil. Qədər sözü isə ölçü, plan, qanun mənasında işlənilir. İkinci məsələ, heç nə Allahın elmindən kənar deyil. Və 57-ci surənin 22-ci ayəsinə fikir versək, orada deyilir ki, heç nə Allahın elmindən kənar deyil. Yəni ki, yer üzərində belə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl yazılmış olmasın. Burada vurğulanır ki, hadisələr Allahın elmində əvvəlcədən məlumdur. Ümumiyyətlə, zaman və məkan anlayışı kainatda olmadığına görə Allahın dərgahındadır təbii ki, zaman və məkan anlayışı yoxdur və ona görə də Allah üçün bütün hadisələr öncədən aydındır. Üçüncü məsələ, 6-cı surənin 59-cu ayəsinə fikir versək, orada deyilir ki, onun xəbəri olmadan bir yarpaq belə düşməz və bu ayə simvolik olaraq bildirir ki, ən kiçik hadisə belə ilahi elmindən kənarda deyil. Bəs o zaman sual çıxır ki, bu insanın azad iradəsini ləğv edirmi? Xeyr, xeyr, bir daha xeyr. Quranda iki prinsip paralel şəkildə gedir. Birinci prinsip, yəni Allah hər şeyi bilir və qanun qoyub. İnsan seçim edir və məsuliyyət daşıyır. Bu isə ikinci bir prinsipdir. Və 53-cü surənin 39-cu ayəsinə fikir versək, orada Allah Taala buyurur ki, insan üçün yalnız çalışdığı vardır. Yəni nəticələr ilahi qanunlarla bağlıdır, amma seçim birbaşa insana aiddir. İnsan bir hadisəni şans adlandıra bilər, amma Qurani baxışda həmin şans dediyimiz ya səbəb-nəticə qanunun, ya da ilahi hikmətin bir nəticəsi kimi qəbul olunmalıdır. Karma mövzusunu davam etdiririk və burada dua mövzusuna keçid almaq lazımdır ki, ümumiyyətlə dualar insanın həyatını, insanın müqəddəratını dəyişə bilirmi? Bax, burada bir neçə məsələ var. Məsələn, Qafir surəsinin 60-cı ayəsinə fikir versək, Allah Taala buyurur ki, mənə dua edin, sizə cavab verim. Yəni, burada artıq məlumdur ki, bizim dualarımız Allah tərəfindən qəbul olunur, bəs o zaman ortaya digər bir sual çıxır. Nə üçün bəzi dualar həyata keçir, nə üçün həyata keçmir? Bax, bundan ötürü 13-cü Rəd surəsinin 11-ci ayəsinə bir keçid alsaq, biz görürük ki, həmin ayədə deyilir ki, həqiqətən Allah bir qövmün vəziyyətini onlar özlərini dəyişməyincə dəyişməz. Demək, həyatımızda baş verən istənilən dəyişiklik uğura və yaxud uğursuzluğa doğru bizim içimizdəki dəyişiklikdən başlayır. Və bu ayədə diqqətli olmaq lazımdır. Ona görə ki, fikir verin. Allah deyir ki, Allah bir qövmün vəziyyətini onlar, şəxsən onlar özlərini dəyişməyincə dəyişməyəcək. Yəni Allah Taala burada artıq bayaqki ayənin davamı olaraq vurğulamaq istəyir ki, düzdür, Allah Taala bütün duaları qəbul edir, amma dualar o zaman həyata keçir ki, insan o dəyişikliyi öz içində başlamalıdır. Bu çox vacib bir məsələdir və karma anlayışına birbaşa
bağlı bir məsələdir. 53-cü Nəcm surəsinin 39-cu ayəsinə isə baxdıqda orada açıq-aşkar deyilir ki, insan üçün yalnız çalışdığı vardı. Çalışdığı dedikdə burada təbii ki, insanın düşüncə tərzi, insanın əməl tərzi və yenə də hara gəlib çıxırıq, bugünkü bizim durumumuz dünənki düşüncələrimizin və əməllərimizin, yəni ki, çalışdığımızın nəticəsidir. Sabahki bizim durumumuz bugünkü düşüncələrimizin və əməllərimizin nəticəsidir. Baxın, karma anlayışı ilə bu ayələrlə formalaşır. Amma digər ayələr də var ki, bu anlayışı bizim üçün daha da açıqlayır. Məsələn, 2-ci Bəqərə surəsinin 155-ci ayəsi yadıma düşür. Orada Allah Teala buyurur ki, biz sizi biraz qorxu, biraz aclıq, mallardan, canlardan və məhsullardan, yəni ki, ruzi bərəkətdən itki ilə sınayacağıq. Və ayənin sonluğunda möhtəşəm bir cümlə var. Səbir edənlərə müjdə ver. İndi ortaya sual çıxır. Allah Teala Bəqərə surəsində buyurur ki, insanları 4 şeylə sınayır. Qorxu, aclıq, mallardan, canlardan, itkilərlə sınayır. Yəni ki, biz yaxınlarımızı, öz can sağlığımızı da itirə bilirik, bəzən müflis də ola bilirik, qorxuya düşə bilirik, aclığa düşə bilirik və Allah Teala bizi bunlarla sınayır. Ortaya o zaman başqa bir sual çıxır. Nə üçün bəzi insanları Allah sınayır, bəzi insanları sınamır? Bu sual bizlərə deistlər, ateistlər tərəfindən çox ünvanlanır. Allah ədalətsizdirmi? Ki, bəzi insanları sınayır və bəzi insanları sınamır. Nə üçün bu məsələ yalnız bəzi insanlara şamil olunur və burada əslində iki məsələyə fikir vermək lazımdır. Əslində sualın cavabı ayənin özündədir. Biz bayaq ayəni vurğuladıq ki, Allah Teala bizləri biraz qorxu, aclıq, mallardan, canlardan və məhsullardan itki ilə sınayır. Amma ayə nə ilə bitir? Səbir edənlərə müjdə ver. Demək, səbir edənlər artıq bu sınaqdan qurtulmuş olur. Səbir dedikdə söhbət təkcə yerimizdə oturub səbir etməkdən getmir. Eyni zamanda səbir sözü təmkin sözü ilə əlaqədardır və təvəkkül sözü ilə əlaqədardır. Yəni ki, insan Allaha təvəkkül etdikdə, səbir etdikdə və təmkinli olduqda artıq bu sınaq ona şamil olunmur. İkinci məsələ. Əslində bu sınağı bizim üçün Allah təyin etmir. Bax, bu çox vacib bir məsələdir. İndi hal-hazırda mövzumuzun bəlkə də ən önəmli məqamlarından birinə toxunuruq ki, insanın seçimi və qərarı nəticəsində insanın müqəddəratı həll olunur və həyat bumerang prinsipi ilə işlədiyi üçün negativə negativ, pozitivə pozitiv cavablar alırıq. Və burada əsas bir mətləbə keçmək istəyirəm. 32-ci Səcdə surəsinin 21-ci ayəsinə fikir versək, bax, orada çox maraqlı bir cümlə var ki, biz onlara böyük əzabdan əvvəl yaxın əzabdan daddıracağıq ki, bəlkə geri dönsünlər. Adətən bizim şuurumuzda və xüsusən də şərq dinlərindən gələn belə bir tezis var ki, dünən əgər biz hər hansı bir günah, əməl işlətmişiksə və bugün karma olaraq biz hər hansı bir ağrı, acı çəkirik və həmin ağrı, acı bizim o köhnə günahlarımızı yuyur. Və biz görürük ki, Quran modeli tamamilə inkar edir bu tezisi. Həmin sizə oxuduğum bu ayədə. Nə mənada inkar edir? Tutalım, 5 il bundan öncə mən kiminsə haqqını mənimsəmişəm. Hər hansı bir yetimin 5 manat pulunu mənimsəmişəm. Bugün getdiyim yerdə mənim avtomobilimin təkəri partlayırsa və mən 50 manat ziyana düşürəmsə, bəzi şərq dinləri mütəxəssislərinin dediyinə görə bu bir karmadır. Mən kiminsə haqqına girdiyim üçün və onun 5 manatını mənimsədiyim üçün bugün məndən 50 manat xərc çıxır və bununla da onların dediyinə görə mənim günahım silinmiş olur. Amma Quran modelinə fikir versək, Quran deyir ki, biz onlara böyük əzabdan öncə yaxın əzabdan daddıracağıq ki, bəlkə geri dönsünlər. Deməli, burada söhbət günahın yuyulmasından gedmir. Burada söhbət Allahdan bizə verilən bir xəbərdarlıqdan gedir. Dünən mən kiminsə 5 manatın mənimsəmişəmsə və bugün onun müqabilində məndən 50 manat çıxırsa, bu o demək deyil ki, mənim kiminsə haqqına girdiyim o 5 manat pul, o günah məndən silinir. Qətiyyən. Sadəcə olaraq Allah Teala mənə bu 50 manatın çıxmağı ilə xəbərdarlıq edir ki, bugün kiminsə dünən 5 manat pulunu mənimsədiyimə görə mən 50 manat sərf edirəmsə, gələcəkdə bundan da böyük bir bəla
məni gözləyir əgər tövbə edib geri dönməsəm.